Qarşısında işarə qoyulmuş sözləri yerinə görə əvəz edə bilən nümunələr yazın. Sözlərimiz, birinci sözümüz okean sularında üzən. Üzən sözünü hansı ifadələrlə əvəz etmək olar? Okean sularında gəzən yaza bilərik. Daha sonra dolaşan yaza bilərik. Daha sonra hərəkət edən yaza bilərik. Bu kimi ifadələrin hər biri doğrudur. Digər sözümüz isə yarıq sözü olacaq. Buz parçasında, daha doğrusu çat sözü. Buzlaqlarda çatlar yaranır. Çat sözünü isə elə yarıq sözü ilə əvəz edə bilərik. Daha sonra sınıq sözü ilə əvəz etmək olar. Qırıq sözü ilə, qırılma sözü ilə əvəz etmək olar. Qırıq, qırılma, cızıq, cızıq sözü ilə əvəz etmək mümkündür.